Sabahınız xeyirli uğurlu olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi salamlayıram və mövzumuzu nəzərinizə çatdırıram. Bu buraxılışımızda biz mövsümü kosmetoloji prosedurlar və kosmetologiyada kimyəvi pilingin rolu haqqında danışacağıq və studiyamızın qonağı Turan Klinikasının həkim dermatokosmetologu Jalə Həsənovadır. Xoş gəldiniz Jalə xanım. Xoş gəldiniz. Jalə xanım, bax, bilirik ki, yəni mən bilirəm ki, hər mövsümə uyğun xüsusi kosmetoloji prosedurlar var. Hətta bunların yerini qarışdırmaq olmaz. Yəni, məsəl üçün, yayda olunacaq proseduru payızda etmək olmaz. Çünki fəsadlar ola bilər. Hal-hazırda da payız mövsümündəyik. Havalar gözəl keçir, amma yenə də payızdır. Özünə xas, belə deyək, hava temperaturu var və ya hava şəraiti dəyişir. Təbii ki, buna uyğun da bilirəm ki, kosmetoloji prosedurlar olur. Elə gəlin bu haqda danışaq. Payızda hansı kosmetoloji prosedurları tətbiq etmək olar? Belə başa salım sizə ki, payızda əsasən soyuq fəslə müvafiq olaraq sərinlər düşdükdə artıq kimyəvi pilingləri çox müvəffəqiyyətlə üst tutmaq olar. Kimyəvi pilinglər nəyə görə? Çünki bu istini sevmir, günəş şüalarından təcrid olunmalıdır və yaxud da ki, demək olar ki, indiki fəslə müvafiq yox səviyyəsinə çatmalıdır ki, biz kimyəvi pilingləri icra eləyək. Demək ki, kimyəvi pilinglər payız mövsümünə çox uyğundur. Ən xarakterik, məsəl üçün, prosedur kimi kimyəvi pilingi göstərə bilərik. Amma gəlin açıqlayaq. Kimyəvi piling dedikdə nə nəzərdə tutulur, necə bir prosedurdur? Əslində piling dedikdə bəzi insanlar hətta qorxurlar bu prosedurdan. Düşünürlər ki, onların dərisi soyulacaq, nəsə olacaq. Amma necə olacaq əslində? Buyurun. Kimyəvi pilingdə yox, dəhşətli dərəcədə dəri soyulması yoxdur. O hissəvi olur deyə bunun üçün belə qorxmağa dəyməz. Yəni, belə başa salım ki, kimyəvi piling əslində dərinin üst təbəqəsinin tam hissəvi və ya tam olaraq soyulması prosesidir. Lakin bu zaman o soyulma qatqı şəklində olmur, qalın bir qat şəklində olmur. Çox xırda, qabıqlanma şəklində getdiyi üçün tamamilə, məsəl üçün, təcrid olunmaq, ev şəraitində oturmaq, elə bir göstəriş yoxdur. Yəni, öz həyat tərzini, öz işini, öz güzəranı davam eləyə bilər. Yəni, o prosedur ya müalicə deyək, tətbiq olunan an belə deyək, dəhşətli dərəcədə üzdə hər hansısa bir, belə deyək, onun izləri bilinəcək dərəcədə olmur deyə işinə, sosial həyatına davam etdirir insan normal şəkildə. Tam o şəkildə də demək olmaz. Çünki kimyəvi pilingin müəyyən növləri var. Onun ən səthi nevindən tutmuş dərin nevinə doğru getsək, dərin nevində müəyyən, siz dediyiniz kimi fəsadlaşma ilə üzləşmək olar. Lakin əsasən tətbiq olunan hal-hazırda kosmetologiya, terapevtik kosmetologiyada məhz səthi və orta dərinlikli pilinglərdir. Buna görə bundan qorxmağa dəyməz. Tamamilə öz işi ilə məşğul ola-ola dərisinin müalicəsini apara bilər. Apara bilər. Bizim görüntülərimiz də olacaqdır. Bu pilinglərlə bağlıdır. Bəli, pilinglə bağlı görüntülərimiz də ekrana gəlsin, tamaşaçılarımız da vizual olaraq görsünlər. Bir də Jalə xanım, çox maraqlıdır ki, yəni kimyəvi pilinglər dəriyə necə təsir göstərir? Yəni, hansı problemin aradan qaldırılması üçün tətbiq olunur? Buyurun. Gəlin belə başa salın. Birinci kimyəvi piling mexanizmini izah eləyim ki, onun nə problemlə əlaqədar olaraq istifadəsinə göstərişləri tam qavramaq olsun. Bəli. Kimyəvi piling dərinin üst və orta təbəqəsinin əsasən səthi və orta pilingdən işlədiyimiz üçün hissəvi və ya tam təmizlənməsini təmin edən bir prosedurdur. Yəni, ölmüş hüceyrələri götürür əslində və bununla da dəriyə regenerasiya verir. Yəni, üst dərini yandırır, alt dəridə isə regenerasiya prosesi baş verdiyi üçün dəri hüceyrələrin təzələnməsi, elastikliyin, turqorun artması, müvafiq olaraq dərinin gialuron turşusunun, yəni əsas formalı elementinin, kollagen və elastin liflərinin sintezi artır və bununla da dərinin qlobal təzələnməsi müşahidə olunur. Yəni, dəridə hansı problemlər var idisə, belə deyək, həm səpki problemi ola bilər, səpkidən sonra qalan ləkə problemi ola bilər,
səpki keçirdi, ləkələrin izi itdi və yaxud onlardan sonra qalan çapıqlar ola bilər, çopurlar ola bilər. Hətta çapıqları belə genişlənmiş məsamələr ola bilər. Sonra yaşla əlaqədar günəş şüası təsiri altında əmələ gələn ləkələr ola bilər. Hormonal pozğunluq nəticəsində olan hiperpigmentasiyalar. Bax, məsəl üçün, yay mövsümündə hər kəs çimərlikdə oldu, oradan belə dəridə ləkələr əmələ gəlir və bunu məhz bu peeling vasitəsilə, dərini soymaq vasitəsilə ləkələrdən yaxa qurtarmaq olar. Aha, nə gözəl. Və çillər, hətta çillərə belə kömək eləyir. Çillər hansı çillər nəzərdə tutulur? Anadan gəlmə, xarakterli daşıyan çillərə belə çox gözəl təsir eləyir. Buyurun, yenə görüntülərimiz gəlsin ekrana. Mən istərdim görüntülərimiz üzərində danışaq. Burada bu görüntüdə ümumən göstərir ki, dəridə hansı problemləri götürmək olar. Yəni burada görsənir həm çapıqlar, həm çopurlar, həm genişlənmiş məsamələr, həm kobudlaşmış dəri, həm xallar, həm çapıqlaşmış dəri və eyni zamanda dəri qırışları. Əks tərəfində isə peelingdən sonraki nəticələrdir. Yəni bunu gözləmək olar. Və yaxud da ki, digər şəkillərə keçsək, bax bu şəkildə görsənir ki, dəridə həm səpki elementləri var. Bu post-akne səpkiləridir. Gənə xəstəliyi keçirmiş bir pasientdir. Ondan sonraki tam müalicə olunmamış vəziyyətdədir. Təbii ki, hələ prosedur davam eləyir. Digər şəkillərə, görüntülərə keçsək, burada artıq 40-50 yaş bir xanımdır. Göz ətrafı çox dərin qırışlardır. Bu peeling vasitəsilə açılmış fondur, ikincisi. Digər şəklə keçsək, yenə də ləkələrdir. Səpkidən sonra post-akne ləkələrdir. Həmin ləkələri götürmək üçün kimyəvi peelingə üst tuturuq və müvəffəqiyyətlə nəticəni əldə eləmək olur. Çillər, bax, qeyd etdiyim çillər, görsənirmi? Həmin çilləri götürmək üçün bu genetik faktor daşıyandır. Anadan gəlmə olan çillərdir və hər dəfə günəş şüası ilə üzləşən pasiyent bu çilləri hər il artırmış olur. Nəticədə... Əslində bu suala çox verilir. Çillərdən necə azad ola bilərik? Çillərdən, yəni çox insan bu problemdən əziyyət çəkir. Demək ki, kimyəvi peeling məhz bu problemi aradan götürür. Yəni şəkildə aydın görsənir ki, əvvəli necə idi, sonrası necə olub. Amma bir şey qeyd eləmək istəyirəm ki, bunu bir dəfəyə gözləməsinlər. Təbii ki, müalicə kursu keçməlidir və bu genetik faktor daşıdığı üçün hər il əmələ gəlmə ehtimalı var. Mütləq deyil, sadəcə ehtimal var. Və müəyyən müddət ləkələr düşdüyü an artıq, əgər fəslə müvafiq gəlirsə, yenidən müalicə kursunu keçsin ki, o problemlə qarşılaşmasın əvvəlki səviyyədə. Amma deyirsiniz, qeyd edirsiniz ki, bu bir dəfəyə deyil, bir neçə prosedura keçə bilər. Tamaşaçılarımızın nəzərinə çatdırım ki, biz mövsümü kosmetoloji prosedurlar haqqında danışırıq və kosmetologiyada kimyəvi peelingin rolu. Biraz öncə qonağımız, həkim kosmetoloq Jalə Həsənova hansı problemlərlə bağlı kimyəvi peeling tətbiq olunur, bu haqda məlumat verdi. Hörmətli tamaşaçılarımız, 562-16-48 əlaqə nömrəmizdir. Suallarınız yaranarsa, dəri problemləri ilə bağlı, həm də mövzumuzla uyğun olsa, bağlı olsa daha yaxşı olar. Kosmetoloji mövsümü, kosmetoloji prosedurlar haqqında danışırıq. Zəng edə bilərsiniz. Bir daha qeyd edin, 562-16-48. Jalə xanım, gəlin bu kimyəvi peelinglərin məsəl üçün növləri haqqında danışaq. Sonra yaş həddi varmı? Hansı yaşdan etibarən müraciət etmək olar? Bir də prosedurlar. Dediniz ki, məsəl üçün elə çillərin aradan qaldırılması bir prosedura keçməz. Minimum, maksimum, yəni neçə dəfə qəbul etmək lazımdır bunu? Buyurun. Kimyəvi peeling məlum oldu ki, artıq kurs müalicədir. Yəni orada minimum və maksimum hədləri gözlənilir. Minimal olaraq 4-5 seans bir kursdan ibarətdir. Ola bilər ki, bir kursa nəticəni əldə eləyək, ola bilər ki, müəyyən fasilədən sonra ikinci və üçüncü kurs tələb olunsun. Sadəcə olaraq burada individuallıq və problemdən asılı olaraq seansın sayı dəyişkən olur. Və peelingin nevinə müvafiq olaraq təbii ki, dəyişkən olur. Belə ki, peelinglər 3 növə bölünür. Var səthi peelinglər, var orta dərinlikli peelinglər və var çox dərin peelinglər. Səthi peelinglər daha sadə problemləri, daha sadə qüsurları götürmək üçün təbii ki, bu metoda üst tutulur.
Burada yəni səpki, yeniyetməlik dövründə olan səpkilər və yeni başlamış səpkilər nəzərdə tutulur. Ondan əlavə çox səthi qırışlar, artıq bir qədər yaşlanmış xanımlarda təzə əmələ gəlmiş səthi qırışlar və yaxud çox yeni düşmüş ləkələrə aid olunur. Bu zaman səthi peelinglər tətbiq olunur. Bunu istənilən vaxt eləmək olar. Hətta yayın ilkin aylarında belə, yəni o qədər təhlükəsizdir. Çox təhlükəsizdir. Heç bir əlamətlə üzləşilmir. Yəni kəskin qabıqlanmadır, qızartıdır, müşahidə olunmur. Gündən qoruyucu kremi çəkməklə məsəl üçün yay fəslinin girəcəyinə kimi davam olunan bir metoddur. Jalə xanım, çox üzr istəyirəm, dediniz səpkilər olduqda belə mümkündür. Yəni səpkilər ola mı mümkündür, yoxsa o səpkilər müalicə olmalıdır, sonra peeling? Yox, səpkilərin müalicəsi daxili dərman qəbulu eləyir. Amma xarici vasitə kimi peelingləri, ilkin olaraq peelingləri dərini soymaqla, dərini qurutmaqla, əvvəl o səpki elementləri quruyur, quruyandan sonra artıq onun müalicəsi başlayır və tədricən dəri qopub gedir və yerindən təzə əmələ gəldikdə artıq orada nə səpki olur, nə səpkidən sonra olan bir qüsurlar. Belə deyək də, əslində doğrudan da bu səpkilərə hətta çox müsbət təsir göstərir. Əlbəttə Çünki o xəstə deyək dəri, zədələnmiş dəri aradan qaldırdığı üçün altdakı yeni, təmiz, tam sağlam bir dəri ortaya çıxır. Təbii ki, o yeni tam sağlam dərini əldə eləmək üçün həm peeling və yanaşı, yenə deyirəm, daxili müalicə qəbul olunmalıdır. Çünki peeling sadəcə olaraq dəri qüsurunu götürür. Lakin o səpkinin əmələ gəlməməsi üçün patologiyanın qarşısını almaq üçün medikamentoz müalicə üst tutulmalıdır. Və tamaşaçımıza alo deyirik. Alo. Sabahınız xeyir. Sabahınız xeyir. Mənim sualım həkimədir. Buyurun, eşidirik sizi. Həkim, mənim dəri altında xırda səpkilərim var. O aybaşı zamanı da artır. O nə ilə əlaqədar ola bilər? Neçə yaşınız var, xanım? 30. 30 yaşınız var. Jalə xanım, sizin suallarınız varsa buyurun. Hər menstruasiya dövründə o səpkilərlə üzləşirsiniz siz? Alo. Tamaşaçımız yoxdur, aydın oldu. Yəni dedi ki, səpkilər var və bu menstrual sikl zamanı daha kəskinləşir, daha artır. Ümumiyyətlə, bu menstrual sikl zamanı çox insanlar deyir ki, məndə səpkilər artır. Yəni, doğrudan mı ondan əlaqədardır, yoxsa necə? Doğrudan onunla əlaqədardır, ona görə ki, müəyyən hormonal orada dəyişiklik baş verir menstruasiya zamanı. Bu zaman, hormonların müəyyən faiz dərəcəsi dəyişdiyi üçün üzdə səpkilər əmələ gələ bilər, əksər xanımlarda. Lakin normal ginekoloji heç bir patologiyası yoxdursa, xəstəliyi yoxdursa, o səpkilər əmələ gəldiyi kimi də gedir, onun müalicəyə ehtiyacı yoxdur. Amma yəqin ki, bu çox kəskin şəkildə olmur, belə cüzi olmalıdır. Səthi əmələ gəlir və səthidə çəkilir, gedir, yəni hiss olunacaq səviyyədə deyil. Lakin əgər xanımda hər sikldə əmələ gəlirsə və çox uzun müddət qalırsa, təbii ki, onun ginekoloji bir problemi var, həkim müayinəsində olmalıdır. Həm o fonu müalicə eləməlidir, həm dəri ilə işlənməlidir. Hər zaman ümumiyyətlə həm dermatoloqlar, həm kosmetoloqlar, Jalə xanım isə dermatokosmetoloq olduğu üçün ona görə buyururlar ki, medikamentoz müalicə və dermatoloji müalicə eyni, yəni an getməlidir, kompleks şəkildə olmalıdır ki, nəticələr əldə olunsun. Və biz davam edirik. Əsas mövzumuzu peelinglər. Bəli, buyurun. Orta peelinglərdən bəhs edeyim. Orta peeling nədir? Orta peeling adından da məlum olduğu kimi səthidən daha dərin qata keçir. Yəni səthi peeling ancaq dərinin üst qatına təsir edirdisə, dərini vizual olaraq 3 qata bölürük. Artıq orta peeling həm səthi qata, üst qata təsir eləyir. Ondan sonra orta qata təsir eləyir və bazal membrana kimi çatır. Bu deməkdir ki, daha qlobal problemlər, daha dərin ləkələr. Yəni, biri var ki, üst dəridə olsun, onu xüsusi bir krem yazmaqla, xəstə onu 1-2 ay istifadə eləməklə o ləkəni aparmış olsun. Artıq oturmuş dərilərdə, oturmuş ləkələri məhz orta peeling vasitəsilə götürmək olur. Bu da əsasən olur nə vaxtı? Zobla əziyyət çəkən xəstələrdə üz çox ləkəli olur. Hamiləlik keçirmiş şəxslərin bəzilərində əksər vaxt ləkələr əmələ gəlir və yaxud da ki, artıq günəş vanı
nümunələri qəbul edilmiş şəxslərdə fon getdikcə, amma üz nahiyəsində o ləkələr qalır. Və bunun üçün orta peelinqə müraciət etməklə o ləkələrdən, çapıqlardan, sonra səpkilərdən sonra çox qalıcı ləkələrdən azad olmaq olar. Lakin burada vəziyyət bir qədər ayrıdır. Səthi peelingdən bir qədər çətindir. Nə mənada çətindir? Səthi peelingi ilin hər fəslində eləmək olarsa, artıq orta peelingi məhz gözləmək lazımdır ilin soyuq fəsləri. Yəni mövsümi, əsl vaxtı düşür. Və